Yəqin hər kəs mənimlə razılaşar ki, Bakıda ən yaxşı İtalyan restoranı məhz Vapianodur. Bura mənim ən sevdiyim İtalyan restoranı olduğu üçün sizinlə də paylaşmaq istədim. Ən sevdiyim özəlliklərindən biri odur ki, burada açıq mətbəxdir. Bütün sifarişlərinizi gözünüzün önündə hazırlayırlar və inandırım sizi özümü sanki MasterChef-də hiss edirdim. Yeməklərin hazırlanmasına baxmaq belə zövq verirdi. İtalyan mətbəxi deyildikdə ağlıma pizza, pasta və Sezar salatı gəlir. Elə sifarişlərim də məhz bunlar oldu. Qeyd edim ki, bütün pasta çeşidləri, yəni makaron çeşidləri də elə burada hazırlanır. Çox ləzzətli olur və yedikdən sonra qətiyyən ağırlıq hiss etmirsiniz. Bir də nə xoşuma gəlir, sifarişləriniz göz önündə çox tez bir şəkildə hazırlanır. Bura bilirsiniz necə yerlərdəndir. Bura getmək üçün kimisə çağırmağa ehtiyac qalmır. Tək belə çox zövq alacağınız bir məkandır. Şəxsən mən bura tək getməyi çox sevirəm. Özümlə qalıram, yeməyin də ləzzətini tam hiss edirəm. Pizza ilə həqiqətən də eşq yaşayırdım. Qaymaqlı sousda krevetkalı pastada super idi. Sezar salatı isə deyərdim Bakıda ən ləzzətlilərindəndir, çünki sousu tam dəqiqliklə klassik reseptlə hazırlanır. Məncə buranı tanımayan yoxdur, aşağıda səhifələrini də yenə də qeyd edəcəm. Bu arada Gənclik Mallda da filialları var.